İkinci tip diabetin birinci tipə çevrilməsi mümkün deyil. Cəmiyyətdə geniş yayılan yanlış fikirlərdən biri də ikinci tip diabetin zamanla birinci tip diabetə çevrilməsidir. Yerli mütəxəssis endokrinoloq Salek Babek bildirib ki, bu fikir tibbi baxımdan doğru deyil. Onun sözlərinə görə hər iki xəstəlik şəkərli diabet qrupuna aid olsa da, yaranma mexanizmi tamamilə fərqlidir. 50 yaşında insan gəlibdi, kəskin arıqlayıbdı, çəkisi elə də çox olmayıbdı əvvəldən. Normal çəkidə o birdən-birə arıqlamaya başlayıbdı, dumanlanıbdı, fikri dumanlanıb, danışığı pisləşibdi, ağzından bunun aseton iyi gəlir, çürük alma iyi gəlir. Tez onu mən yoxlatdırıram və yoxlatdıranda görürəm ki, bəli, bu hansı diabetdir? LADA diabet. LADA diabet, latent autoimmune diabetes of the adults. Yəni böyüklərdə latent autoimmün diabet. Bu artıq birinci tip diabetdir yaşlılarda. Onlarda da biz tabletka ilə özümüzü aldada bilmərik. Orada da yalnız və yalnız insulinlə müalicə getməlidir. Mən həmişə bu sözü işlədirəm, bene diagnostikor, bene kurator. Yəni yaxşı diaqnoz qoyursansa, yaxşı da müalicə edirsən. Ona görə onu fərqləndirək. Bəzi zaman həkimlər aldanır nəyə? Tablet verirlər haman adama və tablet deməli müəyyən qədər şəkəri salır. İndi elə tabletlər vardır ki, o sodium glukoza transporter 2 inhibitorlarıdır, başqa dərmanlar. Bunlar sidikdə şəkəri çoxaldır və şəkər itirdikcə şəkər nisbətən düşür. Haman o birinci tip diabetdə bir ay müddətində tabletka verəndə, şəkər bir qədər düşəndə, eləyəndə, bunlar fikirləşirlər ikinci tip diabetdir. Lakin o nədir? O şəkərli diabetin bal ayı deyirlər. Rusca desəm, medovый месяц diabeta. Əksər bu cavanlarda bu bal ayı çox həkimləri aldadır. Yaşı da bunun əgər elə bir sərhəd yaş olsa, məsələn 25-30 arasıdır, 30-35 arasıdır. Onda deyir, hə, tabletka vermişəm, şəkər düşübdür, deməli burada ikinci xeyr, o bal ayıdır. Və bir aydan sonra o bütün insülər aparat üzüləndən sonra, çünki axı tabletka heç bir təsir göstərmir, insülin də hələ bir qədər vardı. Mədə-altı vəzdə bir qədər insülin olanda hələ şəkər kompensasiya müəyyən qədər ola bilər. Kompensasiya olmaz, subkompensasiya deyərim. Yüksək olur, bir qədər düşür. Bütün hüceyrələr məhv olandan sonra manifest diabetə haman xəstələr komaya düşə bilər. Bu məsələ ilə bağlı yerli mütəxəssis endokrinoloq Vəfa Kərimova da münasibət bildirib. Xeyr, qəti belə bir şey yoxdur. Birinci tiplə ikinci tip şəkərli diabetin arasında fərq odur ki, birinci tip şəkərli diabet olan insanların ilk gündən mədə-altı vəzlərində, beta hüceyrələrində problem var, insulin ifraz olunmur. Bunlar ilk gündən insulin qəbul edirlər. Amma ikinci tip asılı və tələbli var. Birinci tip insulindən asılıdır. Bu o deməkdir ki, bu insulinsiz yaşaya bilməz. Amma ikinci tip şəkərli diabet insulin tələblidir. 30 il, 40 ildə keçsə, 4-5 gün bəzən şəkəri 400-lərdə, 500-lərdə də olsa, insulin vurmasa ona heç bir şey olmaz. O komaya düşməz, həyatını itirməz, amma birinci tip ondan fərqlidir. Ona görə də tamamilə yanlışdır. Biz illərdir bəzi həkimlərə bunu başa salmağa çalışmışıq ki, bu ikinci tipdir. Sən buna nəsə bir əlilliyinə görə, nəsə bir kömək eləmək istəyirsən ki, bunu birinci tipə köçürəsən, belə bir şey yoxdur. İkinci tip tamam fərqlidir, bu insulin tələblidir, birinci tip insulindən asılıdır. Mütəxəssisin sözlərinə görə uzun müddət davam edən ikinci tip diabet zamanı insulin istehsalı əhəmiyyətli dərəcədə azalır. Lakin bu, xəstəliyin birinci tip diabetə çevrilməsi demək deyil. Bəzən isə bu kimi hallarda ilkin diaqnoz səhv qoyulur. Beynəlxalq Diabet Federasiyasının 2025-ci il hesabatına əsasən dünyada diabet hallarının 90%-dən çoxunu ikinci tip diabet təşkil edir. Mütəxəssislər düzgün diaqnozun və erkən müalicənin ağırlaşmalarının qarşısının alınmasında əsas rol oynadığını vurğulayıb.